Hər kəsə salamlar. Səndə də belə olub ki, xəyalın var, amma nədənsə sanki onun gerçəkləşməsinə ya icazə vermirsən, qoymursan onun olmağına, ya da sanki həm dəhşətli dərəcədə istəyirsən o olsun, amma eyni zamanda sanki istəmirsən. Ya da bəlkə də həyatında istədiyin şey gerçəkləşib və sən bunun fərqində belə olmamısan. Ya da gerçəkləşəndə onu dəyərsizləşdirmisən. Bunlar barədə bu gün danışacağam və çalışacağam 3 misalın üzərinə getməyə, çünki belə misallar çox kömək eləyir. İlk 2 misal özümlə olacaq. Birinci başlayaq arıqlamaq məsələsindən. Çünki məncə bu çox adamla baş verir. Mən uşaqlıqdan bəri özümü bildim biləli, ta ki 20 yaşıma qədər kök olmuşam. Artıq çəkim olub və hardasa yeniyetmə yaşlarından bəri bildiyiniz bütün diyetalar tutmuşam. Yəni Larisa Dolinadan tutmuş, 3 kartof burada, axşam qatıq, yaşıl alma falan filan. Hamısını eləmişəm. Çünki indi məsəl üçün geriyə baxaraq və bunları analiz edərək başa düşürəm ki, o vaxt qız uşağı kimi artıq formalaşanda mən başqalarına baxarkən daha arıq qızlara ya da televizordakı, nə bilim, veriliş aparanlara, aktrisalara seriallardakı kimi onları incə-mincə görürdüm. Belə model bədənli, zərif, gözəl görürdüm. Mənim də boyum həmişə var idi. Yəni 9-cu sinifdən sonra, amma köklüyüm də var idi. Və mən özümdən asılı olmayaraq, heç bir fərqindəliyim olmayaraq özüm üçün bir xəyal yaratmışdım. Harda ki, mən də bir gün arıqlayacağam və mənə də belə heyranlıqla baxacaqlar. Məndən də xoşu gələcəklər. Mən də özümü belə özgüvənli, gözəl, seksi, nə bilim falan filan hiss edəcəm. O gün gələcək, mən arıqlayacağam və ondan sonra, bax o ondan sonra adətən uşaq beynində olur, hər şey yaxşı olacaq. Bu hər şey nədir, biz bilmirik. Nə nəzərdə tuturuq, o da yoxdur. Çox zaman heç bir şey də nəzərdə tutmuruq. Necə ki, baxırıq cizgi filmlərində, nağıllarda, uşaq kinolarında, seriallarda evləndilər və onlar xoşbəxt qaldılar da, düzdür? Ondan sonra əlbəttə qalanı bizim xəyalımıza buraxılır. Xəyalımızda da biz hər şeyi ideallaşdırdığımıza görə ya uşaq beyni ilə the end, son yazılanda onun dalını düşünmürük, ya da düşünəndə sanki elə mükəmməl insanı tapmışıq, mükəmməl insana qovuşmuşuq və mükəmməl həyatımızı yaşayırıq ki, kimi düşünürük də. Yəni ora reallıq daxil olmur. Deməli mən uşaq beynimlə təsəvvür edin ki, bu xəyalları yaradıram, bunu düşünürəm və siz də haçansa oxşar belə bir şey eləmisinizsə, başqa şeydə bu xaricə köçmək ola bilər, kiməsə oxşamaq ola bilər, kiməsə ərə getmək ola bilər falan filan fərqi yoxdur. Siz bu xəyalların gücünün və şirinliyini, başqa söz tapa bilmirəm, o bədənində qaçan o istiliyi, o adamın damağında olan o şirinliyi, o qarnımın içində o qıvılcımları qəşəng tanıyırsınız. Mən də uşaqlıqda bunun xəyalını qurmuşam ki, mən ora çatacağam. Mən o olacağam və o mənim beynimdə bir son çatış nöqtəsi kimi formalaşıb. Mən ora çatacağam. Mən o olacağam. İdeal məndir, mən çatacağam ora. İndi baxın. Dəfələrlə mənim həyatımda olub. Özəlliklə də hələ ana olandan sonra, oğlum olandan sonra mən ən belə skinny, ən arıq formamda olmuşam, həm də fit olmuşam. Yəni ondan sonra məncə heç o kiloya düşməmişəm artıq heç vaxt. Yadımdadır ki, həkimə getmişdim və orada dedilər ki, soyun alt paltarında qal, qarnımda bəzi problemlər vardı, yoxlayırdılar və həkim çıxandan sonra artıq mən durdum geyinməyə. Geyinəndə təsadüfən gözüm sataşdı güzgüyə və orada mən diskindim. Çünki güzgüdə gördüyüm mənim beynimdə olmayan arıq, super seksi, super fit bir Aygün idi. İndi təsəvvür edin ki, mən niyə güzgüdə baxanda diskinirəm və tanımıram güzgüdə görəni. Çünki mən beynimdə hələ də kökəm. Çünki mən çatmalıyam hələ. Mənim üçün bir uşaq kimi bu həyatımın məqsədi idi.
həyatıma məna verən bir məqsəd idi. Mən bunların heç birini başa düşmürdüm, indi analiz edirəm. Və yetişkin olsam belə, mən elə bil ki, o xəyalı gerçəkləşməyə icazə versəm, desəm ki, oldu, mən artıq arığam, istədiyim kimi fitəm, superam, ömür boyu mən kök olmuşam, indi məndən soruşurlar sən necə arıqlıydın, necə belə gözəl görsənirsən. Ətrafımda hər kəs kökəlib, mən super arığam, amma mən bunların heç birini görmürəm. Çünki daxilən mən bir yerlərdə o uşaq mən istəmir bu xəyal gerçəkləşsin. Çünki onda mənim həyatımın məqsədi və mənası itir. Çünki o zamanlar hələ ki mən bir yetişkin kimi özümə individuallığım hələ yox idi, tam formalaşmamışdı. İndi də tam formalaşmır, hələ formalaşmağa davam edir. Amma möhkəm sütunun üstündə durmurdum. Yetişkin bir insan kimi məqsədlərim, onlara gedən yolda deyildim. Harda ki, məsələn, bu ailəmlə bağlı ola bilərdi, karyeramla bağlı ola bilərdi. Ya da, məsələn, bayaq dediyim kimi, yəni son və dalını görmürük. Okay, sən bu fit bədənə sahibsən, amma ondan sonra mən neçə dəfə kökəlmişəm təzədən. Axı onu tutub saxlamaq var. Yəni bundan sonra həyatı davamlı edərək bunu saxlamaq var. Amma yox. Mənim psixikam buna icazə vermirdi. Çünki mən dönə-dönə o güclü hissi yaşamaq istəyirdim. Harda ki, mən arıqladım, çatdım və indi arıqlayıb çatacağam və indi. Bilmirəm izah edə bilirəm ya yox. İstəyirsən pauzaya bas, indi biraz bunu düşün. Çünki əgər mən icazə verdimsə buna, okey, hə, çatmışam, arıqladım, nə? İndi bundan sonra nə? Bundan sonra gərək mən ömür boyu ölənə kimi, əgər bu bədənə sahib olmağa davam etmək istəyirəmsə, işləməliyəm bu bədən üzrə. Kökəlməliyəm, heç nə. Amma mən qopuq olsam, unutsam ki, mən artıq ora çatmışam, onda mən özümdən xəbərsiz yenə başlayıram yeməyə, kökəlirəm və yenə mən kökəm, mən istəyirəm, yox, olacam. Vəsə sabahdan diyeta, yenə başladıq fit olmağa, idman eləməyə, arıqlamağa, mən çatacam və mən dönə-dönə bu döngünü dəfələrlə həyatımda yaşamışam. Ta ki, son bir 3-5 ildə bunun fərqinə tam vararaq, fərqinə varsam belə, hələ də hərdən o qıvılcım mənə gəlir ki, o belə dalğa kimi gəlir o his ki, sonra deyirəm, yox, stop, dayan. İstəmirəm artıq. Mən istəmirəm. Mən artıq çatmışam. Bundan sonra daha arıq formama düşmək istəyirəm biraz da. Amma bundan sonra güclü olmaq, fit olmaq və bunu əldə etdiyim nəticəni daha da yaxşılaşdırmaq və ömür boyu sürdürməyin üzərində işləmək istəyirəm. Mən bezmişəm artıq o beynimdə olan güp-güp eləyən o uşaqcasına dominantın arxasınca getməyə. İstəmirəm. Bunların fərqində olduğuma görə fikir verin, mənim artıq seçimim var. Gözəl izləyicilərim. Özünü tanımaq da budur. Bu bizdə seçim yaradır. Gəlin ikinci misal verim. 2 həftə bundan öncə mən video paylaşdım. Harda ki, Amerika köçməyimizdən danışırdım və Avropaya nə qədər bağlı olduğumu. İndi detallara girməyəcəm, maraqlısı gedin baxın. Orada bir püf nüansı danışırdım ki, Avropada yaşamaq da mənim uşaqlıqdan təxminən 15-16 yaşlarımdan biz Avropada gəzirdik deyə, sonra bacım da Avropaya ərə getdi. Mənim xəyalım idi Avropada yaşamaq. Mən də köçəcəkdim ora, mən də yaşayacaqdım. Heç fərqində də deyildim ki, bu mənim xəyalım idi. Onları da indi başa düşürəm. Mən həmişə zarafatca deyirəm ki, Avropa mənim xəyalım idi, Amerika isə qismətimdir. Yəni mən evlənib Amerikaya köçdüm. Və indi burdan köçmək mənim üçün yenə də o uşaqcasına Aygünün o səhifəsini bağlamaqdır. Harısı ki, Avropa haqda xəyallar qururdu, sonra Instagram gəldi dünyamıza, bütün gün baxırdıq, ay o qızlar kafedə, ay o biri İtaliyada, biri burada. O daha da möhkəmləşirdi o xəyal. İndi də, bax təsəvvür edin ki, mən bəzən belə kafelerin yanından keçirəm, baxıram və deyirəm ki, o kimsə oturub kafedə kitabı ilə, belə işıq onun üstünə düşür falan. Bütün Instagramda o gördüyüm imajlar, xəyalımda etdiyim, görürəm o şey gəlir ki, uy da, nə qəşəngdir, mən də bir gün belə. Mən sonra deyirəm, necə idi mən də bir gün belə? Sən artıq 5 ildir burdasan. Yəni təsəvvür edin necə güclüdür o dominant hisslər. Mən əminəm ki, kimsə özündə artıq indi məni dinləyərək belə bu hissi tanımağa başlayır özündə. Hətta keçən həftə belə bu baş verdi ki, stop. Yəni bunu mən anlayanda, onda mən başa düşürəm ki, yenə də mənim seçimim var. Okay, bu gözəldir, bu sənin xəyalın idi. Məsələn, gerçəkləşdi. Sən bunu doya-doya yaşadın.
Bəlkə daha haçansa davam edər bu xəyalın, amma artıq bu səhifəni yenə də çevirib yetişkin kimi artıq indi həyatın hardadırsa, ora tutunmaq, ora köklənmək və köçdüyün artıq ştatda kök salıb yeni həyata başlayıb, yeni həyata davam eləmək. Bura tutunmamaq. Çünki bura tutunsam, mən daima istəyəcəm o şirin, o dominantı, psixikada dominant adlandırılır o. Uşaqcasına o dominantı yenidən yaşamaq. Amma indi seçimim var deyə onu bir kənara qoyuram. Başa düşürəm ki, okey, bu var, bu normaldır. Bundan can qurtarmaq istəmirəm. Qurtarmaq da mümkün deyil. O çox şirindir. Amma onun bir növ güdazına getmirəm və onun şirinliyinin arxasınca o qoxusunun o vanil qoxusu olaraq belə vulkanya bişirilən yerdə, çörək bişirilən yerdə belə onun qoxusuna gedirsən, axtarırsan. Artıq onu seçməyə bilirəm və bu mənə təminlik verir. İndi başqa insanların, klientlərdən daha çox işlədiyim insanlardan Instagramda rastladığım situasiya harda ki, məsələn, qız hansısa oğlanın xəyalını edir. Konkret birisi deyil də, beynində bir ideal oğlan var və çatmaq istəyir. Çünki ona çatanda o ideal özünə çatacaq, beynində xəyal etdiyinə çatacaq. Və dəfələrlə elə olur ki, həyatına yaxşı oğlanlar gəlir. Və o baxır ki, ay yox, deyir, bu mənə uyğundur, tam da yaxşıdır, okey, bəlkə də fiziki cəhətdən çox da mənə çəkmir, amma o qədər mənə uyğundur. Amma mən ona şans vermək istəmirəm. Mən onu dəyərsizləşdirirəm. Ya da həyatıma girdi, bir il nəsə münasibətimiz oldu, amma daima görürəm ki, dəyərsizləşdirməyim gəlir onu. Çünki mən çatmaq istəmirəm. Bax, əgər həyatıma o istədiyim oğlan belə gəlsə, hər şeyimiz də uyğundursa, əgər məndə bu uşaqlıqdan yaranan oğlan axtarmaq dominantı çox şirindirsə, harda ki mən axtarıram. Hələ ki yoldayam. Hələ ki çatmayacağam. Bax o yolda gedərkən o hiss necə şirindir. Qızlar xatırlayın bir dənə o 18-25 yaş arası harda ki hələ hər şey qabaqdadır, hələ oğlan gələcək. O dating arzuları, xəyalları, date edərkən o flört edərkən o hisslər. Amma insan artıq birləşəndə başlayır reallıq. O bəlli bir faza keçəndən sonra insan bir-birini tanımağa başlayır, görür ki, reallıqda hər kəs fərqlidir. Ona tab gətirmək lazımdır. Sonra ərə gedirsən, mənə deyirlər bəzən, Aygün xanım, sevdiyim insandır, sevmişəm, indi ərə getmək istəyirəm, amma yəni lazımdır, amma ərə getməyi də istəmirəm, çünki mənə sıxıcı gəlir. Başa düşürsüz? Çünki reallıq daxil olanda həyat adiləşir. Harda ki, sən artıq hər şey əməkdir. İndi o oğlanı tapmısan, amma indi bu münasibəti qorumaq, onu yaşatmaq, onu kökləndirmək, ailəyə çevrilmək əməkdir. Bu isə sıxıcıdır. Burada o şirin dominant hissləri yaşamırıq. Məncə bunu anlamaq çox vacibdir. Çünki insanlar həyatında döngülərdən çıxa bilmir. Nəyinsə arxasınca gedərək, hansısa oğlanı axtararaq, hansısa xəyalı yenidən və yenidən o xəyala çatmadan öncə yaşanan hisslərə tutunaraq özünə yetişkin olmağa qoymur, böyüməyə qoymur. Məncə bəzi insanlar biz ağıllana bilmirik. Çünki ağıllansam, yetişkin olsam reallığa köklənmiş oluram. Reallıqda isə o xəyallardakı olan o ideal dünya, o şirinlik, o pıqır-pıqırlıq yoxdur. Başqa cürə ləzzətlər, kayflarlar var. Var. Məncə o pıqır-pıqırdan da çox gözəldir. Amma bunlar uşaqlıqdan yaranıb deyə, yeniyetmə dövründə yaranıb deyə, orada biz maksimum emosional oluruq. Maksimum qarmonlar pıqır-pıqır, pıq-pıq-pıq qaynayır deyə onlar çox güclü olur. Sonradan qoyulan məqsədlər artıq şuurlu qoyulur və hamısı əməkdir, əməkdir, əməkdir. Əmək sözünü eşidəndə də bəlkə ürəyiniz bulanır. Ay Gülxan, nə qədər əmək deyərsən. Amma mən bunu anlayandan sonra həqiqətən həyatım dönüşməyə başladı. Çox gözəl mənada keyfiyyətli olmağa başladı. Və həyatımda seçim yaranmış kimi başladı. Artıq mən o dönə-dönə arıqlayım ki, gəlir, o istək gəlir. Arıqlayım və onda Avropada qalım, axı bu mənim xəyalım. Mən bunu istəyirəm. Xətt çəkim bütün başqa fürsətlərin üzərində. Qoymayım özümə başqa təcrübələr yaşamaq. Çünki mən dönə-dönə Avropada yaşadığım o hissləri dönə-dönə indi yaşamaq istəyirəm. Halbuki yaşanılacaq nə qədər başqa bir şey var. Bu oğlana istədiyim münasibətə çatmayım. Çünki çatandan sonra reallıq başlayır. Və mən artıq bu şirin hissləri yaşamayacağam. Ona görə bəzi insanlar dönə-dönə münasibətlərdən girir ki, o aşiq olma fazasını yaşasın.
Çünki aşiq olma fazasından sonra hər şey adiləşir. Belə bu qədər fikirlərinizi mənimlə paylaşmağı unutmayın. Like'la məni dəstəkləyin, kömək olursunuz səhifəmə. Mən də sevə-sevə sizin üçün davam edirəm videolar çəkməyə. Əgər yenə də videolara baxmayaraq, Instagrama bayılmayaraq baş çıxarda bilmirsiniz nədənsə, sizi seanslarımda gözləyirəm. Gəlin təkə-tək işləyək və sizə kömək edək. Gələn həftə yenidən görüşərik. Sağ olun.